Salam, hörmətli izləyicilər. Bu gün sizinlə canın işləmə vəziyyətləri haqqında danışacağıq. Deməli, canın işlənmə dairəsi daha genişdir. Deməli, hansı vəziyyətlərdə işlənə bilər? Birinci, isim düzələn leksik şəkilçə kimi, zərf düzələn leksik şəkilçə kimi, qoşma kimi və ədat kimi. Bəs bunu necə fərqləndirəcəyik? Bunu bilmək üçün videonu bəyənməyi, kanalımıza abunə olmağı unutmayın və paylaşmağı da unutmayın ki, hər kəs faydalana bilsin. Yallah başlayaq. Deməli, isim düzəldən leksik şəkilçə kimi işləməsi necə olacaq? Məsələn, gödəkçə. Məsələn, gödəkçə. Gödəkçə. Sözün kökü nədir? Gödək. C isə leksik şəkilçədir. Deməli, sözün kökü oldu gödək. C isə leksik şəkilçə olurdu. Görək sözündən görəksə ismi düzəldi və belə vəziyyətdə yadda qalsın ki, isim onda da vurğu qəbul edir. C. Sonra ikinci vəziyyət gəlir ki, zərf düzələn şəkilçə. Əgər zərf düzələn şəkilçədirsə, bax bu dil mənası bildirəcək. Məsələn, ingiliscə, almanca. Bu zaman yenə də leksik şəkilçə olacaq. İngilis sözün kökü C, leksik şəkilçə. Alman sözün kökü C, leksik şəkilçə. Bu zaman vurğu qəbul etməyəcək. Yadda qalsın ki, C düzələn leksik şəkilçə, yəni zərf düzələn leksik şəkilçə kimi işləndikdə vurğu qəbul etməyəcək və vurğu bir heca əvvələ keçəcək. Sonra üçüncü vəziyyət dedik ki, qoşma kimi işlənir. Bəs qoşma kimi necə işlənəcək? Qoşma kimi işlənmə vəziyyəti isə əgər söz qoşma kimi işləndikdə yadda qalsın, bilirik ki, qoşmanın sinonimləri qədər kimi tək qoşmalar var ki, bunlar qədər kimi tək ca qoşmaları var ki, aldıq yəliklə qoşulub bənzətmə mənası bildirir. Deməli, ca qoşma kimi işləndikdə, deməli, sinonimlərlə əvəz olunacaq. Məsələn, dəryaca ağlın olsa. Cümlə yazırıq. Deməli, ca işlənib. Düzdür? Əgər qədər sözlə əvəz edə biliriksə, dərya qədər ağın olsa, dərya kimi ağın olsa. Gördüyümüz kimi, qədər kimi qoşmalarla əvəz edə bildiyimiz üçün, deməli, burada olacaq qoşma kimi və bu zamanda vurğu qəbul etməyəcək. Üçüncü isə ədat kimi. Bəs ədat kimi işlənməsi necə olacaq? Ədat kimi işləndikdə isə daha çox sifətin çoxalma dərəcəsini düzəldəcək və bu zamanda yenə vurğu qəbul edəcək. Məsələn, körpəcə, zorbaca. Deməli, bu sözlərdə gördüyümüz kimi sifətin çoxalma dərəcəsini yaratdı. Bir dənə də söz var. Balacanı da yaza bilərik. Amma qayda budur ki, balaca sözdə düzdür. Ca yenə də ədat. Ancaq balaca sözündə ca çoxaltma dərəcəli yox, adi dərəcəli sifət olacaq. Yəni sifət yaradıb. Yəni balaca sözü adi dərəcədə olacaq. Bu qədər əziz dostlar. Videomuzu bəyəndinizsə, bəyənmə butonuna basmağı unutmayın. Allah haqqı pulundan deyil. Abunə olmağı da unutmayın. Sağ olun.